olsun. Azərbaycan xalqına Qarabağ, Azərbaycan. Həftənin əsas hadisələrinə xəbərin statusunda işıq tutmağa çalışacağıq. Hər vaxtınız xeyir. Bu həftə Prezident İlham Əliyev Slovakiya Respublikasında rəsmi səfərdə idi. Bu, dövlət başçısının Slovakiyaya ilk səfəri kimi əlamətdar oldu. Hazırda Avropanın etibarlı enerji tərəfdaşı olan Azərbaycan diqqət mərkəzindədir. 8 Avropa ölkəsinə qaz ixrac edən ölkəmiz Avropa ölkələri üçün olduqca cəlbedicidir. Qeyd etdiyim kimi, təkcə qaz potensialına görə yox, həm də etibarlı olduğu üçün. Çünki bu məsələdə verilən vədlər olduqca önəmlidir. Elə Prezidentin Slovakiya səfərində də əsas müzakirələrin bu mövzu ətrafında gedəcəyi şübhə doğurmurdu. Bizim zəngin qaz yataqlarımız bugün imkan verir ki, dünyanın bir çox ölkələrinə biz təbii qazı ixrac edək. Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatıb və boru kəmərləri ilə ixrac edilən qazın təchizatçısı olan ölkə olaraq biz birinci yerdəyik. Və yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə olunacaq və təbii ki, həm Slovakiya, həm onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır. Hazırda bizim ümumi qaz ixracımız 25 milyard kubmetr səviyyəsindədir. Bunun da yarısı Avropa ölkələrinə nəql edilir. Və bugün 8 Avropa İttifaqına üzv ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş olur. Azərbaycanın Cənubi Qafqazda təkcə siyasi deyil, iqtisadi cəhətdən də artan nüfuzu tərəfdaş ölkələri cəlb edə bilir. Elə Slovakiya prezidenti Peter Pellegrininin çıxışında da bunu açıq-aşkar görmək mümkün idi. Slovakiya Azərbaycanı yerləşdiyi regionda strateji əhəmiyyətə malik tərəfdaş hesab edir. Azərbaycan Cənub Qafqazın ən böyük iqtisadiyyatıdır. O, Asiya və Avropa ilə kəsişmədə yerləşir və zəngin enerji resurslarına malikdir və mən çox şadam ki, bizim ticarət dövriyyəmiz artmaqdadır. Burada ciddi artım var və bugün də biz qeyd etdik ki, burada hələ də istifadə edilməmiş potensial var. Azərbaycan və Slovakiya liderlərinin müzakirə etdiyi mövzular təkcə enerji məsələləri deyil, iqtisadiyyatın digər sahələrini də əhatə edirdi. Vacibdir Slovakiya üçün Azərbaycandan qaz almağa və neft məhsulları da olsa pis olmaz. Sadəcə olaraq qarşılıqlı maraq da var və o maraq ondan ibarətdir ki, Avropa Birliyində Brüsseldə oturan bürokratlarının qarşısına söz demək iqtidarında olan bugün 2-3 dövlət var. Onun biri İtaliyadır, o birisi Macaristandır, indi də Slovakiya və hər üç dövlətlə Azərbaycanın çox sıx münasibətləri var. Bizim üçün bu vacibdir. O bir tərəfdən isə indi baxın bu səfər zamanı o cümlədən
hərbi sənaye kompleksin inkişafı ilə bağlı müəyyən bir perspektivlər var. Hələm demək olar ki, 100 ildir, 200 ildir hərbi sənaye kompleks həmin o Slovakiyada olduqca inkişaf eləmişdi və onlar da maraqlıdır Azərbaycanın əməkdaşlığa bizdə və düşünürüm ki, bu sahədə də müəyyən bir razılaşmalar əldə oluna bilər. Avropada enerji təhlükəsizliyi gün-getdikcə daha çox aktual olur. Çünki müxtəlif alternativlər imkan vermir tam təminata. Təbii ki, enerji ehtiyatları sırasında Birləşmiş Ştatların planlaşdırdığı alternativlər var. Görünür ki, hələ biraz Ukrayna müharibəsi davam edəcək. Dərhal bərpa olunma prosesinə də ən azından Rusiya aktivlərinə biz baxsaq 300 milyard dollar kimi bir rəqəm səslənilir. Yəni, bütövlükdə o enerji bazarlarının təchizatının bərpası 3 ildən az çəkməyəcək. Bu mənada hər halda 3 il ərzində Avropa İttifaqına bazar lazımdır. Bu bir. İkincisi, Slovakiyaya Azərbaycan prezidentinin səfəri özü də ilk səfər və kifayət qədər də böyük strateji maraqlarla əhatə olunub. Müzakirə olunan məsələlərə biz baxırıq, həm enerjidir, həm müxtəlif daşıyıcılar sahəsindədir, hətta turizm daxil, o cümlədən qarşılıqlı maraq müdafiəsinin və birgə beynəlxalq təşkilatlarda çıxış etməklə bağlı ciddi yanaşmalar var. Əlbəttə, bir Avropa ölkəsi ilə, ittifaqı ölkəsi ilə belə bir yanaşmaların yeni başlanğıclardan xəbər verməsi də təbiidir. Brüsseldə Avropa İttifaqı və Ermənistan arasında Tərəfdaşlıq Şurasının 6-cı iclasının nəticəsində Avropa İttifaqı Ermənistan tərəfdaşlığı üçün strateji gündəlik adlı sənəd imzalandı. Təbii ki, xəbərin əhəmiyyəti bu sənədin imzalanmasında yox, sənədin içində Azərbaycanı hədəf alan və maraqlarına zid məsələlər idi. Xüsusilə də bu sənəddə post-münaqişə dövründə reallıqları təhrif edən və bütövlükdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə zid olan bir sıra məsələlər prioritetləşdirilib. Detallara nəzər yetirək. Sənədin giriş hissəsində və bir sıra digər bölmələrində Azərbaycan tərəfindən təqdim edilmiş reinteqrasiya planından imtina etdikdən sonra ölkəmizdən könüllü şəkildə Ermənistana miqrasiya etmiş erməni sakinlərə istinadən Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri ifadəsi işlədilib. Bu məsələ Avropa İttifaqı və Ermənistan arasında tərəfdaşlıq prioriteti kimi müəyyən edilib. Bundan əlavə, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlərdə ittiham olunan və məhkum edilmiş erməni əsilli şəxslər əsir statusunda qeyd edilib və onların azadlığa buraxılmasının ayrıca prioritet kimi müəyyən edilib. Azərbaycanın maraqlarına zid bəndlər bununla da bitmir. Rəsmi Bakı isə imzalanan sənəddə yer alan məsələlərlə bağlı dərhal bəyanat yaydı. Növbəti 7 il müddətində Avropa İttifaqı ilə Ermənistan arasında strateji prioritetləri müəyyənləşdirən bu iki tərəfli sənəddə Azərbaycanı hədəf alan məsələlərə yer ayrılması qəbul edilməzdir və bu eyni zamanda Azərbaycan-Avropa İttifaqı münasibətlərinin perspektivlərinə mənfi təsir edir. Qeyd olunan məsələlər 8 avqust tarixindən etibarən post-münaqişə dövründə əldə edilmiş müsbət irəliləyişlər fonunda keçmiş münaqişənin elementlərini yenidən gündəmə gətirir və Ermənistanın niyyəti barədə ciddi şübhələr yaradır. Ermənistan və Avropa İttifaqının mövcud reallıqları əks etdirməyən bu zərərli müddiaların aradan qaldırılması istiqamətində konkret addımlar atacağını gözləyirik. Öz növbəmizdə vəziyyəti diqqətlə izləməyə davam edəcək və zəruri nəticələri çıxaracağıq. Burada prezidentin köməkçisi Hikmət Hacıyevin ötən günlərdə Dohada keçirilən beynəlxalq forumunda çıxışına yenidən nəzər salmaqda fayda var. İrəli gedərkən bizə yardımcı olun. Bəzən siyasi bəyanatlarda geriyə aparan elementlər görürük. Bu, həm beynəlxalq media, həm də akademik dairələr, həm də beyin mərkəzlərinə yönələn bir çağırışdır. Elə araşdırmalar var ki, onlar bizi keçmişə qaytarır və bu belə olmamalıdır. Biz gələcəyə baxırıq, çətinliklərin olduğunu bilirik. Amma gəlin sülh gündəminə fokuslanaq və buna nail olmaq üçün çalışaq. Bəli, Avropa İttifaqı və Ermənistan arasında imzalanan Avropa İttifaqı Ermənistan tərəfdaşlığı üçün strateji gündəlik adlı sənəddə yer alan anti-Azərbaycan detallar da məhz sülh gündəliyinə mənfi təsir kimi dəyərləndirilir. Avropa Birliyi ondan soruşurlar, soruşmurlar. Hər yerə öz bağışlamayı, bırnını soxmaq istəyindədir. Səndən soruşan var.
Heç Paşinyan ondan bu dəstəyi istəmir. Bunlar ortalığa özlərini atırlar ki, bizim ürəyimiz yanır, indi nəsə bunlar bu işdə tövsiyə etmək istəyirlər. Axı mən heç təsəvvür etmirəm ki, indi hansısa bir Avropa Birliyin nümayəndəsi gəlsin və özündə hünər tapsın, bu məsələ ilə bağlı Azərbaycan qarşısında məsələ qaldırsın. Ona görə ki, bu məsələni necə qaldırdı, elə də ağzını yumub yola salınacaq. Ona görə indi boş-boş şeyləri yazırlar kağızlara, ancaq anlamırlar ki, bunun mənfi təsirləri hansısa bir müsbət nəticədən qat-qat çoxdur. Və ümumiyyətlə Avropa Birliyinin strategiyası bölgədə məntiqsizdir. Azərbaycan ən belə deyək imkanlı dövlətdir bölgədə. Əhalisi də ən böyükdür, iqtisadiyyatı da böyükdür. Bütün demək olar ki, kommunikasiyalara Gürcüstan və Azərbaycan nəzarətidir. Bunlar gedirlər indi Ermənistandan yapışırlar. Gedin yapışın. Baxaq bunun nəticəsində nə əldə edəcəksiniz. Cənubi Qafqazda siyasi vəziyyətin qiymətləndirilməsində, regional maraqların ifadəsində ciddi səhvlərə yol veriblər. Heç bir halda Ermənistanı bir tərəfli qaydada müdafiə etmək, amma Ermənistanın problemi olduğu ölkənin adına istinad etməmək yanlışdır. O cümlədən bölgədəki suverenlik məsələlərinə diqqət etmək lazım idi. O cümlədən separatçı qurum ləğv olunubdur, onunla bağlı ifadələr keçməməli idi. O cümlədən Bakıda mühakiməsi keçirilən separatçılar və o cinayətkarlarla bağlı məsələlərin qiymətləndirilməsində məhbuslar anlayışından istifadə olunmamalı idi və bütövlükdə proses də göstərir ki, Avropa İttifaqının çox ciddi şəkildə böhran yaradacaq addımları onun əleyhinə çevrilə bilər. Çünki Ermənistan tək başına prosesləri idarə edə biləcək ölkə deyil. Avropa İttifaqı Ermənistanın hər hansı bir, hətta regional maraqlara dair bir niyyət protokolu imzalayırsa belə, o bölgədə Azərbaycana istinad eləməli idi. Avqustun 8-də imzalanmış Vaşinqton razılaşmasına istinad eləməli idi və bunları əsas prioritet kimi götürməli idi. Avropa İttifaqının yenidən post-müharibə dövrünün qalıqlarına qayıtmasına səbəb başqa nə ola bilər? Şimal qonşumuz kimi sülh prosesindən kənarda qalması yoxsa? İndi Avropa Birliyi orada gəlib nəsə bir vasitəçilik eləmək istəyirdi, atıldı kənara. Real bölgədə əvvəllər də demək olar ki, bütün strateji layihələri ABŞ-ın xeyir-duası ilə həyata keçirildi. Avropa Birliyinin yox, həm neft layihələri, həm qaz layihələri, kəmərlər, bunlar hamısı ABŞ-ın həm dəstəyi, həm də himayəsi altında həyata keçirilib. O cümlədən baxın, indi son nöqtəni Azərbaycan-Ermənistan danışıqların müsbət nəticələnməsi ilə bağlı Vaşinqtonda ABŞ prezidentinin iştirakı ilə həmin düyünə bağlanmış o Zəngəzur dəhlizi ilə bağlı qərarı ABŞ-ın dəstəyi ilə həyata keçirmək mümkün oldu. Avropa hardadır? Avropa bol-bol söz yığır. Ancaq onun heç bir təsirləri sonda olmur. Təbii ki, Avropa İttifaqının Birləşmiş Ştatların addımlarına qarşı revanş hesab oluna biləcək gücü varsa, bunu Ukrayna müharibəsində göstərərdi. NATO-nun timsalında görürük. O cümlədən Rusiyanın artan hərbi təhdidləri qarşısında Avropa İttifaqının gələcəyi sual altına düşüb. O cümlədən bir də üzərinə gəlsək ki, Birləşmiş Ştatlar NATO-dan çıxacağı təqdirdə ki, hazırda bilirsiniz, bu senatorların hazırladığı qətnamə ilə müzakirəyə çıxarılıbdır. Onda Avropa İttifaqı yaxşı olardı ki, bütün Avropanın təhlükəsini düşünsünlər ki, Cənubi Qafqazda sülh proseslərini imzalamağa yaxın olan Ermənistanın taleyini düşünür. Yəni biz bunu ATƏT Minsk qrupunun çərçivəsində də gördük, o münasibətdə də gördük. Ona görə də Vaşinqton bəyannaməsində yer alan müddəalara arxa çevirmək olmaz. Buna Avropa İttifaqının yeri gəlmişkən heç bir siyasi qüdrəti də çata bilməz. Ermənistanda ictimai-siyasi vəziyyət yenidən əsas gündəmlərimizdən birini təşkil edir. Çünki uzun müddətdir gözlənilən və 10-12 dekabr tarixlərində keçirilməsi planlaşdırılan yepiskopların yığıncağı baş tutmadı. Rəsmi səbəb olmasa da Ermənistan mediası bir sıra sərt iddialar irəli sürür. Hraparak qəzeti mənbələrinə istinadən məlumat yayır ki, 2-ci Qaragenin 10-12 dekabr tarixlərində keçirmək istədiyi yepiskopların yığıncağı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin
təzyiqi səbəbindən təxirə alınıb. Bütün ermənilərin Katolikossu 2-ci Qareginə açıq şəkildə bildirilib ki, iclasın keçirilməsi və 10 nəfər yepiskopa dair mümkün qərarlar onlar üçün xoşagəlməz nəticələrə gətirib çıxara bilər. Qazetin mənbələri iddia edir ki, güc strukturlarının əməkdaşları saxlanılma təhlükəsi olduğunu dedikləri din xadimlərinin adlarını da açıqlayıblar. Hiss olunur ki, kilsənin içərisində yepiskoplar arasında da fikir ayrılığı var. Elələri var ki, deyirlər ki, indi həmin o Qaregin demək olar ki, erməni kilsəni bataqlığa çəkir. İndi ən yaxşısı olardı ki, indi 15 ildir kilsəyə rəhbərlik eləyib, öz xoşu ilə çəkilsin. O birilər isə anlayırlar ki, bu yığıb ətrafına qardaşı oğulların, əmi uşaqların, nəvələrin və bu indi sən çevirmirsən kilsəni, demək olar ki, bir toçkaya fırlatmaq üçün onu. Təbii bu kilsənin də nüfuzundan aşağı düşməsi və o açıq şəkildə Paşinyana qarşı mövqe tutduğu üçün Paşinyan da təbii həmin o kilsəyə rəhbərlik eləyən şəxslərə də təzyiqləri həyata keçirir. Mən istisna etmirəm ki, orada təbii baxın da onların indi biabırçı hərəkatları ilə bağlı kimlərsə çəkib, təbii adətən bu xüsusi xidmət tərəfindən həyata keçirilir. Mübarizədir, onlar öz üsullarından istifadə edirlər, Paşinyan da öz üsullar. Kilsə ilə bağlı trendləri formalaşdıran Paşinyan və onun hakimiyyətidir. Yəni kilsə faktiki olaraq hakimiyyətə qarşı bir yeni tezislərlə çıxa bilməz. Paşinyan kilsəni otaqlarını ambar adlandırmaqla, onun nizamnaməsinin dəyişmə məsələsini qaldırmaqla, yeni keçirilən seçkilərdə hakimiyyətə yaxın fiqurun namizəd olmasını təklif etməklə, o cümlədən kilsənin yol verdiyi nöqsanlar üzərindən yeni planlaşmanı reallaşdırmağa yaxın bir görüntü sərgiləməklə artıq kilsə ilə müharibəni, savaşı bəlli bir səviyyəyə gətiribdir. Kilsə dövlətdən asılı vəziyyətə düşəcək, siyasətə qarışmayacaq, maliyyələşməsini dövlət həyata keçirəcək, hesabatlı olacaq və gizli otaqlarda o ideoloji zəhərləyici fəaliyyət həyata keçirə bilməyəcək. Revanş da onun üzərində, yəni ideoloji baxımdan daxil. Buna görə artıq kilsənin hətta Rusiyadan belə, Konstantinopol kilsəsindən, Yunanistandan, Livandan verilmiş bəyanatlar ki, bunlar hamısı erməni kilsələridir, mövcud erməni kilsəsini xilas etməyə yetməyəcək. Rusiya-Ukrayna münaqişəsinin davam etdiyi bir vaxtda sülh razılaşmaları ilə bağlı da danışıqlar davam edir. Bu həftənin əsas mövzusu isə Ukrayna üçün prezident seçkiləri idi. Ukrayna hökuməti hər nə qədər müharibə dövründə seçkilərin keçirilməsinin mümkünsüzlüyünü desə də, Birləşmiş Ştatlar belə düşünmür. Hətta Trump sərt şəkildə seçkiləri keçirilməyin əsl vaxtıdır. Onlar seçkiləri keçirməmək üçün müharibəni istifadə edirlər. Ancaq düşünürəm ki, Ukrayna xalqının seçim haqqı olmalıdır. Ola bilsin Zelenski qalib gəlsin. Ukraynada çoxdandır seçkilər keçirilmir. Bilirsiniz, onlar demokratiyadan da danışır, amma müəyyən bir məqamda bu artıq demokratiya deyil. Trump hər nə qədər ola bilsin Zelenski qazansın desə də görünən odur ki, bunu arzulamır. Hətta seçkiləri də onun getməsi üçün şans hesab edir. Bu Zelenskini sındırıb həmin onun təklif etdiyi layihəyə imza atmağını istəyir. Zelenski də anlayır ki, bu Ukraynanın zərərinə layihədir və buna qarşı çıxış edir. İndi Zelenskiyi yumuşaltmaq üçün Trump ortalığa bu məsələdir. O müharibə aparan dövlətdə indi seçki keçirmək mümkün deyil. İndi ABŞ-ı yada salırlar. ABŞ, bəli, 2-ci Dünya müharibəsi zamanı seçkiləri keçirirdi. Sadəcə olaraq ABŞ ərazisində bombalar partlanmırdı, hərbi əməliyyatlara keçmirdi. Burada isə demək ki, ölkənin 20% işğal altındadır. Əhalinin demək olar ki, 1/4 ya yerlərin dəyişib, ya xaricə çıxıb gedib. Bunlar da deyirlər ki, yox, gəlin seçki keçirin. İndiki şəraitdə həm Ukrayna konstitusiyaya görə heç bir seçki prezident seçkiləri keçirilə bilməz. Ona görə bu daha çox təzyiq üçün istifadə olunan Trump tərəfindən bir sözdür.
Ukrayna isə israrlıdır. Deyirlər, müharibə bitsin, sonra seçkilər keçirilsin. Bunun üçün isə ortalıqda gəzən sülh təklifləri var. Hansı ki, Ukraynanın suverenliyini dəstəkləmir. Yəni, buna da Ukrayna razı olmayacaq. Qəribə bir çıxmaza giriblər. Ukrayna Prezidenti Ofisinin müşaviri Mikhail Podolyok ölkədə gedən müharibənin dayandırılması ilə bağlı müzakirə olunan sülh planı barədə danışarkən deyib ki, Trump planı Amerikalıların müharibənin başa çatmasına dair baxışıdır. Ukrayna heç bir ərazi güzəşti ilə razılaşmır. Bu müzakirə mövzusu deyil. Buna Ukrayna konstitusiyası və xalqı icazə vermədiyi kimi hakimiyyət də getməyəcək. İlin sonuna isə 20 gündən də az vaxt qalıb. Plan isə bu ilin sonuna qədər münaqişənin bitməsi idi. Ukraynaya təhlükəsizlik qarantiyası verilməlidir, bu verilmir. Ukraynanın ərazisi işğal olunubsa, işğalla barışmamalıdır, onu məcbur edirlər barışsın. Eyni zamanda isə münaqişələrin dondurulması daha ağıllı variant ola bilər. Çünki Ukraynanın bu halda iddiaları qalır, hər zaman torpaqların Rusiya tərəfindən işğal olunması faktini əsas gətirə bilər və bu cürdə o prosesləri davam elətdirə bilər. Amma görən odur ki, Amerika hakimiyyəti Zelenskinin administrasiyanın təhvil verməsinə çalışır, yenilə qədər vaxt qoyublar, Rusiyanın hücumları şiddətlənir, müəyyən əraziləri ələ keçirir, Ukraynanın silah təchizatı azalır, Avropa özlərində daha böyük hərbi baskı hiss eləyir və bütün bu gedişatda əlbəttə ki, daha çox Ukraynanın məğlub olmasına hesablanmış addımlar atılır. Heç 2 ay deyildi ki, sülh müqaviləsi bağlamışdılar, amma yenidən toqquşdular. Kamboca ordusunun hərbiçiləri Taylandla sərhəd bölgəsində yenidən atəş açdılar və toqquşmalar yenidən başladı. Tayland ordusunun 2-ci hərbi dairəsi bəyanat yayaraq bildirdi ki, Kamboca hərbi qüvvələrinin Chonganma bölgəsində atəş açması vəziyyəti gərginləşdirib. Vurğulanıb ki, Kamboca ilə həmsərhəd ərazilərdə yerləşən Buriram, Surin, Sisaket və Ubon Ratchathani əyalətlərindəki mülki əhalinin təxminən 70% təxliyə edilib. Öz növbəsində Tayland Kral Hərbi Hava Qüvvələri Kamboca Silahlı Qüvvələrinin mövqelərinə zərbələr endirib. Kamboca Milli Müdafiə Nazirliyi isə Taylandı birgə sülh bəyannaməsini pozmaqda itham edib. Kamboca Milli Müdafiə Nazirliyinin mətbuat katibi general-leytenant Male Sochid bəyan edib ki, rəsmi Phnom Penh qoşunlarına qarşı qəddar və qeyri-insani hücumları pisləyir və hesab edir ki, bu iki ölkə arasında 26 oktyabr 2025-ci ildə imzalanmış sülh müqaviləsinə dair birgə bəyannamənin ciddi şəkildə pozulmasıdır. Onun sözlərinə görə hücumlar dekabrın 8-də səhər saat 5 radələrində Tayland qoşunlarının Kambocanın mövqelərinə atəş açdığı Anses rayonunda başlayıb. Bəli, qarşılıqlı ithamların fonunda toqquşmalar həftə boyu davam etdi. Daha bir münaqişə sülh müqaviləsinin bağlanmasına rəğmən yenidən alovlandı. Başlama səbəblərini qeyd etdiyim kimi tərəflər bir-birinin üstünə atır. Bunu bilmək isə çətin məsələdir. Ancaq bildiyimiz bir şey var ki, sülhə rəğmən müharibə bitmədi. Deməli, sosial-siyasi təməlləri yox imiş. Görünən atılan imzaların arxasında ciddi təməllərin olması da vacib imiş. Trump tərəfindən o atəşkəs əldə olunmuşdu. Ancaq məsələlər köklü şəkildə öz həllini tapmayıb. İndi Trumpa hörmət üçün bunlar ikisi də boyun oldular atəş yaparmamaq. Ancaq görürsə ortalığa yenə hansısa bir provokasyon hərəkət gətirib ora çıxarır. Ona görə təkcə çağırışla məsələlər həll olunmur. Orada indi atəşkəsi təmin etmək üçün gərək tərəflər qüvvələrin hansısa bir məsafəyə çəksinlər. Lazım gəldiyi halda qonşu ölkələr tərəfindən müşahidəçilər göndərilməlidir. Və əsas o mübahisəli məsələləri qarşı-qarşısında oturub aradan götürmək vacibdir ki, necə ki bunu Özbəkistanın
vasitəçiliyi ilə Qırğızistan və Tacikistan buna nail oldular. Yəni ərazilərin dəyişməsi, müəyyən bir qərarların verilməsi ilə o gərginlik aradan götürüldü. Ona görə sözlə yanaşı konkret məsələlərin, düyünlərin aşılması da vacibdir. Trumpın tərcümeyi halına Kamboca-Tayland münaqişəsinin həlli ən azından yazılmışdı. Amma görünən odur ki, Kambocanın Rusiyadan qalma, o cümlədən Çindən qalma silahları Tayland əleyhinə növbəti savaşı körükləməyə səbəb oldu. Ya da əksinə düşünək, Çinin qonşuluğundakı ölkələrdə ya inqilab olur, ya da müharibə olur. Bu dəyişməyən bir qaydadır. Kamboca ilə Tayland təxminən 600 kilometrlik bir sərhəd zolağı üzərində amansız savaşa giriblər. 50-ci illərdən qalma bir münaqişə mirasıdır və onun həlli Trumpın yaxud da hansısa indiki qlobal aktorun birinin iştirakı ilə mümkün deyil. Çünki yenə deyirəm, əgər bunlar Çinlə qonşudurlarsa, Çin əleyhinə olan istənilən qlobal güclər bu bölgələri çox rahat şəkildə toqquşdura bilirlər. Yəni nümunəni biz Koreyada da görə bilirik. Nümunəni biz Əfqanistanda görə bilirik, nümunəni biz Hindistan, Pakistanda görə bilirik, nümunəni biz o cümlədən Nepaldakı qiyamda gördük, inqilabda gördük. Yəni bu bir qlobal toqquşmadır və proksi güclər həmişə savaşacaq. Bu həftəlik bu qədər. Gələn həftə yenidən görüşənə qədər hələlik. Eşq olsun Azərbaycan xalqına, Qarabağ, Azərbaycan.